Uşaqlar, salam, hər vaxtınız xeyirli olsun. Bugün 9 sinif toplusunun çoxhəddinin vuruqlara ayrılması mövzusunu sizlə bir yerdə işləyəcəyik. Əvvəla uşaqlar, dərslərlə maraqlanmaq istəyənlər 055 303 2895 nömrəsi ilə əlaqə saxlaya bilər. Bir də uşaqlar, video keçməmişdən qabaq səhifəni bəyənib komment yazmaq uşaqlar yaddan çıxarmayın. Yəni bu cür videoların davamlı gəlməni istəyirsinizsə. Deməli uşaqlar, başladıq. İzaha. Uşaqlar, gəlin birinci suala baxaq. Bax, birinci sualda nə deyir? Deyir, A-nın üstü 6, B-nin üstü 4. Çıx, A üstü 4, B üstü 6-ya. Uşaqlar, həmişə mötədə xaricinə ən kiçiyi çıxır. Baxın, A üstü 6 var, A üstü 4 var. Bunlarda ən kiçiyi hansıdır? A üstü 4. B üstü 4 var, B üstü 6 var. Hansı ən kiçikdir? Bir də B üstü 4 ən kiçikdir. A üstü 4, B üstü 4'ü nəyə vursaq? A üstü 6, B üstü 4'ə vurar. A-nın üstü 2'yə vursaq. Çıx. A üstü 4, B üstü 4'ü nəyə vursaq? A üstü 4, B üstü 6'nı verər. B'nin üstü 2'yə. Bu da bizə nəyi verəcək olar? A üstü 4, B üstü 4 qalır və A kvadrat çıx B kvadratı müxtəsər vurma düsturudur. A ilə B'ni bir dəfə çıxırıq. Bir dəfə də A ilə B'ni toplayırıq. Cavab olacaq bu formada. A üstü 4, B üstü 4. A çıx B, A üstə gəl B. Yəni bir də cavab B variantı. Keçək uşaqlar. İkinci sualda demək olar ki, bunu oxşardı. Burada sadəcə mötədə xaricdən çıxarsan. Gəlin birini yazaq. Deyir 10AB-nin kvadratı üstə gəl 15A-nın kvadratı B-yə. Uşaqlar, 10 ilə 15-ə ortaq məxrəc 5 çıxardarıq. A-dan bir dənə, A-dan 2 dənə. Ən kiçiyi A-dır. B-dən 2 dənə, B-dən bir dənə. Ən kiçiyi də B-dir. Uşaqlar, 5AB-nin nəyə vursaq? 10AB-nin kvadratını verər. 5-i 2-yə vursaq 10 verər. A-dan bir dənədir. Bir də bunu B-yə vursaq 5AB-ni 2B-yə vursaq 10AB-nin kvadratını verər. 5-i nəyə vursaq 15 verər 3-ə. A-dan bir dənə, buradan da A-dan birini yazırıq. B-dən bir dənədir. B-də olduğu kimi qalır. Cavab olacaq 5AB, 5AB, 2B üstə gəl 3A-ya. Uşaqlar, bax 2-də də cavab elə B variantıdır. Keçək növbəti suala. Gəlin baxaq uşaqlar 3-cü suala. 3 daha asandır. Niyə? 9 çıxaq 9'da 1 D'nin kvadratı. Uşaqlar, 9 nəyin kvadratıdır? 9 3'ün. Bəs 9'da 1 D'nin kvadratı nəyin kvadratı? 9'da 1 də 3'də 1 D'nin mötədə xarici kvadratıdır. Yəni bu kvadrat həm 3'də 1'in, həm də D'nin kvadratıdır. Uşaqlar, baxın müxtəsər vurma düsturu var. Bir dəfə 3 ilə, yəni bu 3'ün kvadratı. Bir dəfə 3 ilə 3'də 1 D'ni bir dəfə çıxırıq. Bir dəfə də 3 ilə 3'də 1 D'ni toplayırıq. Cavab olacaq 3 çıx 3'də 1'dir. 3 üzərinə gəl 3'də 1 D'yə. Yəni C variantı. 4 bunun oxşarıdır. 4 bizə lazım deyil. 5 uşaqlar 2'nin oxşardır. 5'də yazmayacağıq. Gəlin belə eləyək. Elə 6 da oxşardır uşaqlar. 6'nı yazmayacağıq. Gəlin baxaq 7-ci suala. 7-də nə deyir? Deyir A parametrinin hansı qiymətində bu bərabərlik enlik olar. Hə uşaqlar, 7-ci sualda deyir 6x'in kvadratı çıx 6y'in kvadratı. Nəyə bərabərdir? 6 vuraq x çıx y, x üzərinə gəl y-ə. Uşaqlar, burada 6'nı mötədə xaricdən çıxarsaq sol tərəfdə qalır x kvadrat çıx y kvadratına. Bu da oldu 6 vuraq x çıx y və bir də vuraq x üzərinə gəl y. Uşaqlar, 6 vuraq bunu müxtəsər vurma düsturu kimi açsaq olacaq x çıx y, bir də x üzərinə gəl y. Bu da nəyə bərabərdir? 6 vuraq x çıx y, bir də x üzərinə gəl y. Uşaqlar, bərabərin sol tərəfinə, sağ tərəfinə baxın. Sağ tərəfinə baxın. Burada əslində sağ tərəfdə 6 yox A verilmişdi. A. Sağ tərəfində A verilmişdi. A verilmişdi. Sağ tərəfində A yazsaq. Baxırıq ki, x çıx y, x üzərinə gəl, x çıx y, x üzərinə gəl, y eynidir. Burada qırmızı ilə qeyd edirəm uşaqlar. Solda A-nın yerində nədir? Solda A-nın yerində 6-dır. Burada cavab olacaq uşaqlar 6, yəni 7-də A variantı. Uşaqlar, 8-də bunu oxşardı. Burada baxanda görsən ki, 8-də K-nın yerinə 8 yazsaq ilə bərabər doğru alınır. Gəlin keçək növbəti suala baxaq. Uşaqlar, 9-cu suala baxaq. 9-da nə deyir? Deyir 2A-nın kvadratı çıx 3A. Bu uşaqlar kvadratdır. Baxırıq ki, hər ikisində eyni olan A-lardır. A-nı mötədə xaricdən çıxardırıq. A-nı nəyə vursaq 2A-nın kvadratını verər 2A-ya. A-nı nəyə vursaq 3A-nı verər mənfi 3-ə. A-nı mənfi 3-ə vur mənfi 3-ə. Demək, vuruqları ayırdıq. Oldu A vuraq 2A çıx 3. Yəni 9'da Y variantı. 10 bunun oxşarıdır. 11'ə baxaq uşaqlar. Deyir 9'un kvadratı çıx 7'nin kvadratı bölək 8'ə. Uşaqlar, müxtəsər vurma düsturudur. Bu 9-dan bir dəfə 7'ni çıxırıq.
Bir dəfə də 9-dan 7-ni toplayırıq. Bölək 8 bərabərdir. Uşaqlar 9-dan 7-ni çıxsaq 2 toplasaq 16. Arada 8 var. 8-ə böl 1, 8-ə böl 2. Cavab olacaq 2 vur 2, yəni 4-ə. Deməli 11-də cavab C-dir. 12 bunun oxşarıdır. 13-ə baxaq uşaqlar. 13 də eynən qaydadadır. 16-nın kvadratından 6-nın kvadratından çıxsaq müxtəsər vurma düsturu kimi. 16-dan 6-nı bir dəfə çıxırıq. Bir dəfə də 16 ilə 6-nı toplayırıq. 16-dan 6 çıxsaq 10-u verəcək. Vuraq. Toplasaq 22-ni verəcək. 22-ni də 10-a vursaq cavab olacaq 220. Demək, burada cavab oldu uşaqlar 220. 13-də Y variantıdır. 14 bunun oxşarıdır. 15 olur Hasandır. Sadəcə müxtəsər vurma düsturudur. Mənfi y üzərinə gəl 3-ün mötədə xarici kvadratı bizə nə verir? Birincinin kvadratı, yəni mənfi y kvadratı üzərinə gəl 2 vuraq. Birinci ifadə mənfi y, vuraq ikinci ifadə müsbət 3. Bir də üstə gəl 3-ün kvadratı. Bu da bizə verəcək mənfi y kvadratı. Y kvadratdır. 2-yi 3-ə vur 6, 6 mənfi y-ə vur mənfi 6y. Və 3-ün kvadratı da olur 9-u verir. Bu sualın cavabı da oldu Y variantı. Gəlin görün düzmü yazdım? Xeyr, Y-də uşaqlar Y-də. Axırda çıx 9 yox, axırda üstə gəl 9 yox, axırda çıx 9. Ona görə doğru cavab B variantı. Uşaqlar 16 ilə 16. Gəlin 16-dan birini yazaq, amma 16 oxşar sual daha yazmayacağam uşaqlar. Gəlin 16-dan birini yazaq. 16-da nə deyir? 16-cı sualda elə baxan kimi görsənirdə uşaqlar. Müxtəsər vurma düsturudur. 48-dən 32-ni bir dəfə çıxacağıq sürətlə. Bir dəfə də 48-dən 32-ni toplayacağıq. Aşağıda baxın uşaqlar 23 ilə A kvadrat çıx B kvadrat, A çıx B, A üstə gəl B-dir. Aşağıda isə 23 ilə 17-ni bir dəfə çıxacağıq. Bir dəfə də 23 ilə 17-ni toplayacağıq. Uşaqlar yuxarıda çıxsaq 16, arada vuraq var. Toplasaq 80, aşağıda çıxsaq 6, toplasaq 40. 40-a böl 1, 40-a böl 2, 2-yə böl 1, 2-yə böl 3. Sürətdə qaldı 16, aşağıda qaldı 3. Uşaqlar 3-də 16 nə deməkdir? 16-nın içinə 3 5 dəfə düşür, 1 qalıq qalır. Qalığı da yazdıq bura, yəni A variantı. Gəlin 17-ci suala baxaq. 17. 17-ə görə bizdən nə istəyir? Uşaqlar gəlin 17-də ifadə quraq. 17-də nə deyir? Deyir A çıx 2B-nin mötədə xarici kvadratını almaq üçün, yəni bunu almaq üçün. Sağ tərəfə baxın. A üzərinə gəl 2B-nin mötədə xarici kvadratı, yəni bu ifadəyə hansı ifadəni əlavə etmək lazımdır? Uşaqlar, sağdakı bu ifadəyə hansı ifadəni əlavə etmək lazım deyilsə, üzərinə x əlavə edirəm. Yəni biz buradan x tapmalıyıq. Baxın bir daha deyirəm. Deyir, soldakı bu ifadənin kvadratını almaq üçün sağdakı bu ifadənin kvadratının üzərinə nə gələrik? Nə gəldiyimizi bilmədiyimizə görə x yazırıq. Gəlin bunu müxtəsər vurma düsturu kimi yazaq. A-nın kvadratı çıx, A-nı 2B-yə vur. 2AB 2 misli 4AB. Üstə gəl 2B-nin kvadratı 4B kvadratını verəcək. Sağ tərəfə baxaq. Birincinin kvadratı A-nı 2B-yə vurur. 2AB 2 misli 4AB-ni verir. Bir də 2B-nin kvadratı 4B-nin kvadratını verəcək. Üzərinə gəl x. Uşaqlar, bərabər sağında da solunda da müsbət A kvadratları var, getdi. Sağda da solda da müsbət 4B kvadratları var, getdi. Yerdə qaldı mənfi 4AB. Üstə gəl 4AB. Bərabər x-a. Daha doğrusu səhv yazdım. Gözləyin. Deməli, bərabərin sol tərəfində mənfi 4AB. Bərabərlik buradadır uşaqlar. Sağ tərəfdə isə müsbət 4AB var. Bir də müsbət x var. Uşaqlar, buradakı 4AB-ni sola getirsək, mənfi 4AB, sola aparsaq mənfi 4AB-ni verir. X-in qiyməti 2 dənə mənfi olanda toplanıb mənfi işarəsi yazılır. 8, mənfi 8AB. Demək, nə əlavə etmək lazımıymış uşaqlar? Mənfi 8AB-ni. 17 oldu C variantı. Keçək uşaqlar 19-cu suala. 19-da nə deyir? Uşaqlar, 19-cu sualda nəyə fikir verir? Baxın, deyir 5x-in kvadratı çıx 6x üstə gəl 1. Uşaqlar, buradakı ortadakı 6x elə parçalamalıyıq ki, sağdan da soldan da 2 qruplaşdırıb çıxanda ortaq mötədə xaricinə çıxarmağa ifadə olsun. Məsələn, bu mənfi 6x-i mənfi 5x çıx 1x kimi parçalasaq, baxın, 5x kvadratından bu 5x-dan əmsal olaraq 5-ləri çıxarsaq, mötəzənin içində 1-in 1-ə nisbəti qalır. Buradan da mənfi x-la müsbət 1 eləyir. Bu da 1-in 1-ədir. Yəni, ortaq ifadə alınır. Gəlin yazaq. 5x-in kvadratı çıx, deməli, 6x-in yerinə yazaq. 5x çıx 1x, üzərinə gəl 1. Və bu iki ifadədən 5x çıxarsa qalacaq x çıx 1-ə. Bu iki ifadədən də uşaqlar mənfini mötədə xaricinə çıxarsaq, yenə x çıx 1 qalır. Təzədən x çıx 1-i də mötədə xaricinə çıxarsaq, burada qalacaq 5x. Sağda da heç nə qalmadığına görə mənfi 1 qalır. Doğru cavab x çıx 1.
Bir də 5x çıx 1. 5x çıx 1, 2 çıx 1 uşaqlar. Baxın, yerlər dəyişib. Vuruqların yerini dəyişsək hasil dəyişməz. 19-da uşaqlar cavab B variantı. Keçdik növbəti suala. Gəlin uşaqlar 21-ə baxaq. Daha doğrusu 21 oxşardır, 21-ə ehtiyac yoxdur. Bayaq 22 oxşar dedi. Sürətdə bir dəfə çıxırıq, bir dəfə toplayırıq. Məxrəcdə də bir dəfə çıx, bir dəfə topla. Uşaqlar 23-ə baxaq. 23-də deyir ki, x-in qiyməti -7 olarsa, bizdən bu ifadənin qiymətini soruşur da. Hansı ifadədir? X üstü 4 üstə gəlir 7x-in kubu. Çıx 7x-in kvadratı, çıx 49x, çıx 14-ə. Burada uşaqlar 2-2 qruplaşdıracaq bu iki ifadəni. Buradan x kubunu çıxarsa qalacaq x üzərinə gəlir 7. Sağdan isə -7x-i çıxarsa qalacaq x üstə gəl 7. -7x-i müsbət 7-yə vursaq, bəli. Müsbət -49x-i verir. Bir də -14. İndi uşaqlar bu ifadədən görsənir ki, və bu iki ifadədən uşaqlar, baxın bu iki ifadədən x plus 7-ni çıxarsaq, x plus 7-ni çıxarsa, burada nə qalacaq? X-in kubu çıx 7x qalacaq. Yəni bu x-in kubu 1, 7x. Bir də -14 qalır. Uşaqlar, x-in yeni aparıb -7 yazsa, baxın, -7-nin üzərinə 7 gəlsə, bu ifadə bizə 0 verir. 0'ı da burada nə alınır alınsın. 0'ı hansı ədədə vurursan vur, yenə 0 verəcək və 0-dan da 14'ü çıxsaq, bizə verir elə -14'ü. Yəni D variantı. İndi keçək növbəti suala. Deməli 23'də cavab oldu D variantı. Keçdik növbəti suala. Baxdıq 24'ə. Uşaqlar 24'də nə deyir? Deyir x üzərinə gəl 3-ün mötədə xarici kvadratı, çıx x vuraq x üzərinə gəl 3. Burada uşaqlar sadəcə mötədən açırıq. Baxın, bunu açsaq, bu olacaq x kvadrat üzərinə gəl. Birinci, ikinciyə vurmaq üçün 2 misli 6x, 3'ün kvadratı 9. Mənfi x müsbət x-ə vursaq, mənfi x-in kvadratı, mənfi x-i müsbət 3'ə vur, mənfi 3x. X kvadratın 1 müsbət 1 mənfi getdi. 6x-dan 3x çıxanda müsbət 3x, bir də müsbət 9 qalır. Cavab olacaq 3x plus 9 və buradan 3'ü mötədə xaricinə çıxarsaq olacaq 3 vuraq x plus 3'ə. Cavab oldu 24'də 3 vuraq x plus 3, yəni Y variantı. Gəlin uşaqlar, bu 25'i yazaq buradan. 25'də nə deyir? 9x-in kubu üstə gəl. 9y-in kubu. Buradan 9'u mötədə xaricinə çıxarsaq x kubu üstə gəl. Y kubunu verir. Bu da bizə verəcək 9x. Bunu da açsaq uşaqlar bizə verəcək x-dan y-in cəmi. Bir də x-in kvadratı. Birinci, ikinciyə vurmaq üçün 2 misli. Yəni çıx x, y. Bir də üstə gəl ikincinin kvadratı. Yəni y-in kvadratı. Uşaqlar bu sadəcə müxtəsər vurma düsturudur. Deməli buna da oxşar cavab uşaqlar baxın 25'də B variantıdır. Sonra uşaqlar baxdıq 27-ci sualı. 27'də nə deyir? Deyir x çıx 5'in kvadratı çıx 4. Gəlin neyin uşaqlar? X çıx 5'in kvadratını gördük. Çıx. Bu 4'ün yerinə mənfi 2'nin mötədəsi belə kvadratı yaza bilərik. Sonra neyin? X çıx 5 ilə 2'ni bir dəfə çıxaq. X çıx 5 ilə 2'ni bir dəfə çıxaq. Bir dəfə də x çıx 5 ilə 2'ni toplayaq. Müxtəsər vurma düsturu. Burada olacaq -5, -2, x çıx 7 olacaq. X burada isə uşaqlar 2'dən 5 çıxanda -3'ü verəcək. Cavab olacaq x çıx 7, x çıx 3. Yəni D variantı. 28 bunun oxşarıdır uşaqlar. 9 daha asandır. Özünüz yaza bilərsiniz. Gəlin 30'a baxaq. 30'da nə deyir? Deyir 3x-in kvadratı üzərinə gəl 12xy. Üzərinə gəl 12y-in kvadratı. Burada uşaqlar hər üçündə eyni olan baxın 12 3'dür. 3'ləri mötədə xaricinə çıxarsaq x kvadratı. 3'ü nəyə vursaq 12xy verər 4xy. 3'ü nəyə vursaq 12y kvadratını verər 4y-in kvadratına. Bu da bizə nə verəcək? Müxtəsər vurma düsturudur uşaqlar. Hansı? Bu x-in kvadratını verəcək. Bu isə 2y-in kvadratını verəcək. Hər ikisi müsbət olduğuna görə arada toplama yazıq. Bir də kvadratı. Baxaq. Birincinin kvadratı var. Birincinin ikinciyə vurmaq üçün 2 misli var. 2y kvadratı 4y kvadrat bu da var. Deməli cavab oldu 3 vuraq. X üzərinə gəl 2y mötədə xarici kvadratı. Deməli 30'un sualda deməli yəni cümlə hesabı yazmadıq. Aha. Buna oxşar cavab uşaqlar baxın D variantındadır. Keçdik növbəti suala. Uşaqlar 31 daha asandır. 31 oxşar sual demişik. Məsələn deyir A kvadratı B çıx B'nin kubu. Uşaqlar hər ikisinin eyni olan
B-lərdir və ən kiçik B olduğuna görə B-ni çıxarsaq, B kvadratına B-ni A kvadratına vursaq, B A kvadratını verəcək, B-ni B kvadratına vursaq, B-nin kubunu verəcək. Bu da B qalır, olur A çıx B, A üstəgəl B-yə. Cavab olur B vur A çıx B, A üstəgəl B, yəni 31-də B variantı. Bu oxşardır. Uşaqlar, gəlin 33-ə baxaq. 33-də deyir ki, M çıx 4-ün kvadratı, bir də çıxaq 3 çıx M-in mötədə xarici kvadrat. Uşaqlar, A kvadratı çıx B kvadrat. Nə edək burada? M çıx 4 ilə bir dəfə 3 çıx M-i çıxaq. Bir dəfə də M çıx 4 ilə 3 çıx M-i toplayaq. İki mötədəni bir dəfə çıxdıq, bir dəfə də topladıq. Burada nə olur uşaqlar? Mötədəni açsaq M çıx 4, mənfi mötədənin içinə təsir edir, müsbət M. Sağ tərəfdə də mötədəni açsaq M çıx 4, müsbət heç nəyi dəyişmir, elə 3 çıx M qalır. Baxın uşaqlar, M-lər gedir. M, 2M, mənfi 4, mənfi 3, mənfi 7. Burada isə uşaqlar 3-dən 4 çıxanda mənfi 1-i verir. İndi baxın, 2M çıx 7-ni mənfi 1-ə vursaq, mənfi 1-i 2M-ə vur, mənfi 2M, mənfi 1-i mənfi 7-yə vur, müsbət 7 və yerlərini dəyişsə olacaq 7 çıx 2M. Uşaqlar 7 çıx 2M 33-də oldu B variantı. 34 də bunun oxşarıdır. Gəlin neyin uşaqlar 35-ə baxaq. Deyir AY-in kvadratı üstəgəl AY çıx BY çıx B. Uşaqlar bu tip dörtlü ifadə veriləndə həmişə yadda saxlayın. Dörtlü ifadələrdə hər zaman 2-2 qruplaşdırın. Məsələn bu ikisindən AY-i çıxarsaq hər ikisi neyin olan AY-lərdir. Y plus 1 qalır. Bu ikisindən də hər ikisindən olan mənfi B-ni çıxarsaq yenə Y plus 1 qalır. Və buradan da Y plus 1-i çıxarsaq buradan AY qalacaq, buradan da mənfi B qalacaq. Cavab oldu Y plus 1. Bir də AY çıx B, yəni C variantı. 35-də uşaqlar cavab oldu C variantı. 36 oxşardır. 37 oxşar sual demişik. 38 oxşar sual demişik. 39 oxşar sual demişik. Sadəcə mötədə xaricdən çıxardasınız. Keçdik növbəti suala. Uşaqlar, baxaq 40-a. 40-a oxşar sual demişik. 41-ə oxşar sualda demişik. Bir dəfə çıx, bir dəfə topla. 42 də asandır, 43 də asandır. Buna da oxşar demişik, buna da oxşar demişik. 46-ya oxşar sual var. Hətta x çıx 5-in kvadratı, bu 25-in də yerinə 5-in kvadratı yazsaq, bir dəfə bu ikisini çıx, bir dəfə topla. Buna da oxşar sual demişik. Sonra növbət suala baxaq. Uşaqlar, bax bu 48-ci sualda bax bu ifadədir. Sadəcə 5-i mötədə xaricinə çıxardırsınız. 5-i mötədə xaricinə çıxarsan qalır x kvadrat üzərinə gəl 2xy üzərinə gəl y kvadrat və bu da bizə verir 5 vuraq mötədən 2x üzərinə gəl y mötədə xarici kvadratını verir. 5 vuraq x üzərinə gəl y kvadratı 48-də C variantıdır. Sonra 49-a da oxşar sual demişik. Növbət suala baxaq. Uşaqlar 50-yə də oxşar sual demişik. 50-dən inisiz 4 dənə ifadə olanda 2-2 qruplaşdırırsınız. Məsələn bu ikisindən x-i çıxarır, mötədən içində x üzərinə gəl 3 qalır. Opsi 2 ifadədənsə hər ikisindən olan y-ləri çıxarıq. Yenə x üzərinə gəl 3 qalır. Təzdən x üzərinə gəl 3 də yenə hər ikisində var. X üzərinə gəl 3 də mötədə xaricinə çıxarsaq burada x, burada y qalır. Yəni x plus y. X plus y, x plus 3 50-də olur uşaqlar A variantı. 51 oxşar sual demişik. Uşaqlar əslində 52 də asandır. Niyə? Deyir x-in kubu üstəgəl 64 m kubu. Uşaqlar x kubunu bildik. 64 nəyin kubudur? 4-ün. M kubu nəyin kubudur? M-in. 4m mötədə xarici kubu olur. Bu da bizə nə verəcək? Bir dəfə bunu toplayacağıq. X-la 4m-i toplayacaq. A kubu üstəgəl B kubudur. Opsi mötədən içində birincinin kvadratı çıx. Birincinin ikinciyə vurma hasili 4mx bir də üstəgəl ikincinin kvadratı. Yəni 4m'in kvadratı 16m kvadratını verir. Deməli x üzərinə gəl 4m çıx 4mx 16m kvadratı uşaqlar 52-də cavab Y variantıdır. Keçək 53-cü suala. 53-də nə deyir? Uşaqlar 53-cü sualda nə deyir? Deyir 3x kvadratı çıx 2x çıx 8 bir də 2x kvadratı yəni bundan bu. Bir də uşaqlar deyir 2x kvadrat üzərinə gəl 3x çıx 9 vuruqlara ayrılma şəklində verilib. Necə verilib uşaqlar? Baxın. Deməli 3x kvadratı çıx 2x bir də çıx 8 necə vuruqlara ayrılıb? X çıx 2 ilə bir də vuraq A kimi. A-nı da yuxarıda yazaq ki, görək A-nın yerinə hansı mötərizə olmalıdır. Uşaqlar baxın. X-i başlanğıc olaraq nəyə vursaq 3x kvadratını verər? 3x-a. Sonluğa baxın.
mənfi 2-ni son olaraq nəyə vursaq -8 verər, müsbət 4-ə. Deməli A-nın yerində baxın bu ifadədir. Gəlin o ifadəyə baxaq. Deyir 2x-in kvadratı üstə gəl 3x çıx 9. Bu necə verib? Bunu da B vuraq. B-ni də yerində bilmirik hansı mötərizədir. B vuraq nəyə? X plus 3-ə. Yenə uşaqlar, x-i nəyə vursaq başlanğıc olaraq 2x-in kvadratını verər 2x-a. Müsbət 3-ü nəyə vursaq -9-u verər -3-ə. Deməli B-nin də yerində uşaqlar 2x çıx 3-dür. B-nin yerində 2x çıx 3-dür. A-nın da yerində uşaqlar, baxın B-nin yerində budur, A-nın da yerində 3x plus 4-dür. Bizdən nəyi soruşur tab? Deyir A vur B çoxədlisinin hasil şəklində yazılır. Uşaqlar, bizdən A vur B-ni soruşur tab. A-nın yerinə aparıb 2x çıx 3 yazırıq. B-ni də yerinə aparıb 1-ni də yerinə yazırıq 3x plus 4. Bu iki ifadəni bir-birinə vursaq 2x-i 3x-a vur 6x-in kvadratı, 2x-i 4-ə vur 8x, -3 müsbət 3-ə vur -9x, -3 müsbət 4-ə vur -12. Bu da bizə verəcək 6x kvadratı. Bundan bunu çıxsaq -x, bir də -12-yə. Şöyle cavab oldu belə. 6x kvadrat çıx 2 çıx 12, 53-də B variantı. Bakının B-sı. Keçdik növbət suala. Hə, şola, gəlin 54-ə baxaq. Şola, bax 54-də nəyə fikir verirsiniz? Bax, bununla bunun hasili, bax, məsələn, 2x-in kvadratı var. 8y, y-in kvadratı burada var. 2x y-ə vursaq, çıx 2x y burada da var. Bax, bu iki mötərizənin hasili bizə nəyin açılışını verəcək? 2x-in belə kubu, üstə gəl, y kubun açılışını verir, şolar. Y kubun açılışı verir. Aha. Yəni bu mötərizənin açılışı altdan xətt çəkdiyim bu iki dənə mötərizənin açılışını verəcək. Və ortada bir dənə də 8x kubu, çıx y kubu var və üstə gəl 2-də 1 uşaqlar y kvadratına vuranda y-in kubunu verir, bir də x var. Uşaqlar 2x kubu nəyi verir? 8x kubunu verəcək, üstə gəl y kubu, bir də optim mötərizənin içində 8x kubu, çıx y kubu, üzərinə gəl 2-də 1 y kvadratı x. Uşaqlar bu ifadəni özü də müxtəsər vurma düsturunu verir. Hansı? 8x-in kubunun kvadratı çıx y kubunun kvadratına. Yəni bu ikisini bir dəfə toplayıb bir dəfə çıxsaq yuxarıdakını verəcək. Üstə gəl 2-də 1 y kvadrat x-i. Uşaqlar bunun kvadratı nəyi verir? 64. 8-in kvadratı 64. 3-ü 2-yə vur x üstü 6. 3-ü də 2-yə vursaq y üstü 6 üstə gəl 2-də 1 y kvadrat x. Cavab olacaq bu formada. Cavab oldu 64 x üstü 6 çıx y üstü 6 üstə gəl 2-də 1 y daha doğrusu uşaqlar burada y kublarıdır. Mən kub yazmamışam. Y-in kubudur. 2-də 1 x y-in kubu. Buna da oxşar cavab uşaqlar 54-də C variantıdır. 54-də C variantı. Uşaqlar 55-in suala diqqətlə qulaq asın. 55-in sualdan ümumiyyətlə bu topluda suallar çoxdur. Birini diqqətlə qulaq assaz, ofislər hasandır. Bax nə deyir? Deyir 4m-in kvadratı çıx 3c-nin mötədə xarici kvadratı bərabərdir k çıx m üstə gəl 9c-nin kvadratına. Şöyle gəlin bir dəfə bunun açılışını belə yazaq. 4m kvadratı çıx 3c-nin bu formada kvadratı. Şöyle birincinin kvadratı nəyə verir? 4 1 var. 4m kvadratının kvadratı. Birincinin kvadratı. Birincinin ikinciyə vurma hasilinin 2 misli. 4'ü 3'e vur 12. 2 misli 24. M kvadratı C. Bir də üstə gəl 3C'nin mötədə xarici kvadratına. Gəlin bir də yazaq. Bu da nəyə bərabərdir? Bu da bərabər şolar. 4m kvadrat bizə verəcək 16m'in kvadratına. Çıx 24m kvadratı C. Üstə gəl 3C'nin kvadratı 9C'nin kvadratını verir. Şolar. K'nın yerində nədir? K'nın yerində 16m kvadratdır. Bunu bildik. Bəs m'in yerində nədir? Şolar m'in yerində əgər mənfi 24m kvadratı C olsa 2 mənfi qarşı-qarşıya müsbət olar. Ona görə m mənfi yox, müsbət olar. Onda m'in qiyməti uşaqlar müsbət 24m kvadratı C olmalıdır ki, m'in yerinə aparıb müsbət yazanda qarşısı mənfi olacaq, yenə mənfi olduğu kimi qalacaq. Deməli, m'in yerində 16m kvadratı, K'nın yerində daha doğrusu, m'in də yerində 12m kvadratı C, yəni Y variantı. Uşaqlar 55-də də buna oxşar sualları yazmayacağım. Keçdik növbəti suala. Uşaqlar baxdıq 56-ya.
56-da nə deyir? Deyir x üstü n üstəgəl 2 çıxaq x üstü n. Uşaqlar, hər iki ifadənin içində nə var? X üstü n var. Həmişə kiçiyini çıxardırıq da mötədə xaricin. Ən kiçiyi hansıdır? X üstü n-dir. X üstü n-i mötədə xaricinə çıxarsa uşaqlar, x üstü n-i x-in üstü nəyə vursam, x üstü n plus 2-ni verər. X-in kvadratına. Baxın, bunu buna vursaq, əsasları x qalır, üstləri toplasaq soldakini verəcək. Bəs x üstü n-i nəyə vursam, x üstü n-i verər 1-ə. Uşaqlar, 1 də elə özünün kvadratdır. Bu da bizə nəyi verəcək? X üstü n. Mötədənin içində x ilə 1-i bir dəfə çıx, bir dəfə də x ilə 1-i topla. Yəni buna oxşar cavab Y variantına baxın. 56 olur Y variantı. 57 oxşardır. Gəlin 58-də baxaq. Deyir y üstü 2n çıx, y üstü 2n çıx 2. Uşaqlar, baxın, bu iki ifadədən ən kiçiyi hansıdır? Ən kiçiyi y üstü 2n çıx 2-dir. Bunu mötədə xaricinə çıxarsaq, baxın, y üstü 2n çıx 2-ni y-in üstü nəyə vursaq, y-in kvadratına vursaq, əsasları y-dir, üstləri toplasaq, bu 2 ilə mənfi 2 gedir, qalır 2n, yəni soldakı 2n. Çıx, bir də y üstü 2n çıx 2-ni nəyə vursaq, elə y üstü 2n çıx 2-ni verər 1-ə. Uşaqlar, 1 yenə 1-in kvadratdır. Bu da bizə verəcək y üstü 2n çıx 2, vuraq, mötədənin içində y ilə 1-i çıx, bir dəfə də y ilə 1-i topla. Cavab oldu. Y üstü 2n çıx 2, y çıx 1, y plus 1, yəni 58 dadaşdır. Yəni dadaşın deyicidir. Sonra uşaqlar, 59 bunun oxşarıdır. Gəlin nəyə baxaq? 60-a. 60-da nədir uşaqlar? Baxın, orta məxrəc 144, bir də 72 var. Orta məxrəc nəyə götürür uşaqlar? 144-dür. Uşaqlar, 144-ü 144-də böl. 1-i 43-ün kvadratına vuranda elə 43-ün kvadratına verir. Çıx. 144-ü 72-yə böl. 2. 2-ni də 43 vur 31-ə vursaq, olacaq 2 vuraq, 43 vuraq, 31-ə. Üstə gəl, 144-ü 144-də böl. 1-i də 31-in kvadratına verir, 31-in kvadratını verəcək. Uşaqlar, çətinin sürəti bizə nəyi verər? Diqqətlə baxın. Çətinin sürəti 43-ün kvadratı çıx, 2 vur 43 vur 31, bir də üstə gəl 31-in kvadratı. Çətinin sürəti 1 mənfi 1 müsbət olduğuna görə çıx yazırıq, 43 çıx, 31-in kvadratı olacaq. Yəni, birincinin kvadratı solda var. Birincinin ikinciyə vurmalısın 2 misli var. Bir də 31-in kvadratı yenə var. Uşaqlar, 43-dən 31 çıxanda 12-ni verəcək. 12-nin kvadratı 144. 144 də 144-də bölsə bizə verəcək 1-i. Yəni, bu sualın cavabı olur uşaqlar 1. C variantı. Deməli, 60-da C-dir. 61 oxşardır. Gəlin baxaq uşaqlar nəyə? 62-yə. 62-də deyir ki, B-nin kubu çıx 8B-nin kvadratı üstəgəl 16B. Bizdən bu ifadəni soruşur tab. Uşaqlar, burada hər üçündə eyni olan balaca B-dir. Balaca B-ni mötədə xaricinə çıxarsaq, B-nin kvadratı çıx 8B üstəgəl 16. Yəni, mötədən içinə açsaq yenə eyni ifadəni verəcək. Bu B olduğu kimi qalsın uşaqlar. Baxın, bu nəyin kvadratıdır? B-nin. 1 mənfi 1 müsbət olduğuna görə mənfi olacaq. 16 nəyin kvadratıdır? 4-ün. Olacaq mötədə xarici kvadrat. Yəni, B-nin kvadratı var. B-nin 4-ə vurması 2 misli var. 4-ün kvadratı da var. Cavab oldu. B vuraq, B çıx 4-ün kvadratı. Yəni, 62 D variantı. 63 uşaqlar oxşardır. 64-də neyniyək? Baxın, M çıx E-nin qiyməti verib 7. M çıx K-nın qiyməti verib 2. Biz demişdik ki, əgər 4 dənə ifadə verilərsə, 4 dənə uşaqlar ifadə veriləndə biz onu neyinirdik? 2-2 qruplaşdırırdıq. Yəni, bu ikisini 1 qruplaşdıraq, bu ikisini 1. Bu ikisindən K-nı çıxarsaq, qalacaq M çıx N. Uşaqlar, bu ikisindən də mənfi M-i çıxarsaq, mənfi M-ə vurur, mənfi M kvadratı, mənfi M-ə vurur, müsbət M-in. Hər ikisində M çıx N var. M çıx N də mötədə xaricinə çıxarsaq, burada qalacaq K, burada qalacaq mənfi M. İndi bizdən bunu soruşur. Uşaqlar, M-dən N çıxanda neçəni verir? 7-ni. Bunu yerinə yazdıq 7. Bəs uşaqlar, M-dən K çıxanda 2-ni verirsə, bəs K-dan M çıxanda nəyi verəcək? M-dən K çıxanda 2-ni verirsə, K-dan da M çıxanda mənfi 2-ni verəcək uşaqlar. Deməli, K-dan da M çıxanda mənfi 2-ni verir. Bunu da yerinə yazdıq mənfi 2. 7-ni də mənfi 2-yə vurduq, bir də verdi mənfi 14. Yəni, bu sualda cavab olur mənfi 14 A variantı. Keçdik növbəti suala. Uşaqlar, 65 oxşar sual dedik. Gəlin, 65 oxşar sual dedik. Gəlin, neyini? 66-ya baxaq. Uşaqlar, 66-da birinci kəsinin sürətinə baxın. Bunu 24-ün kubu çıx 44-ün kubu necə yazarıq müxtəsər vurma düsturu kimi? 24-dən 44-ü bir dəfə çıxarıq. A kubu çıx B kubu. Opsi mötədənin içində 24-ün kvadratı. Üstə gəl, birinci ikinciyə vurma asılı, yəni 24 vuraq 44. Bir də üstə gəl, 44-ün kvadratı. Uşaqlar, aşağıya baxaq. 576 nəyin kvadratı? 24-ün kvadratı. Üstə gəl. Deməli, aşağıda
24 vuraq 44 var. Bir də üstəgəl 44-ün kvadratı var. Uşaqlar baxın. 24-ün kvadratı bununla bu eyni ifadədir. Eyni ifadə olduğuna görə gedir. 24 kvadratı, 24 və 44, bir də 44-ün kvadratı. Çıx. Sağdakı mötərizənin uşaqlar içinə fikir verin. Sağdakı mötərizənin, sağdakı daha doğrusu kətrin sürətində isə A kvadratı çıx B kvadratı. Yəni 256 ilə bir dəfə 44-ü çıxırıq. Bir dəfə də 256 ilə 44-ü uşaqlar toplayırıq. Məxrəcdə 300-dür. Uşaqlar burada bununla bu gedir. 24 çıx 44 qalır. 24-dən 44 çıxanda mənfi 20-dir çıx. Burada isə 256-dan 44 çıxanda 212-ni verəcək. 256 ilə 44 toplasaq arada vuraq var. 300 verəcək. Məxrəcdə də 300 var. Bu 300-lər də gedir. Cavab olaraq nə qalır uşaqlar? Mənfi 20 çıx 212. Mənfi 20-dən 212-ni çıxanda 2 dənə mənfi qarşı-qarşıya olanda toplanır. Mənfi işarəsi qarşına yazılır. 212-nin üzərinə 20 gəlsə 232. Qabana bir dənə mənfi atırıq. Cavab olur mənfi 232. Yəni 66 dadaşın D'si. Sonra uşaqlar, buna oxşar sual demişik. 67-yə oxşar. Gəlin 68-də baxaq. 68-də deyir ki, A-nın kubu çıx B çıx 4A. B çıx 4A. Sağda da mənfi 27B. Üstə gəl 108A verilib. Uşaqlar, sol tərəfi olduğu kimi saxlayaq. Sağ tərəfdə isə bax bu iki ifadədə nəyi mötədə xaricinə çıxardarıq? Mənfi 27-ni. Mənfi 27-ni mötədə xaricinə çıxarsaq B, mənfi 27-ni uşaqlar nəyə vursaq 108-i verər. Mənfi 27-ni mənfi 4-ə vursaq 108 A-nı verəcək. İndi hər iki ifadədə B çıx 4A var. Təzədən uşaqlar B çıx 4 A-nı da mötədə xaricinə çıxarsaq, o biri mötərizənin içində bir A-nın kubu qalacaq, bir də mənfi 27 qalacaq. Uşaqlar, mənfi 27-də mənfi üçün bu formada kubudur. Və bunu da müxtəsər vurma düsturu kimi açsaq, olacaq B çıx 4A. Opsi mötərizənin içində A ilə 3-ü çıxadıq. A kub çıx B kubun açılışı nə idi? A çıx 3, A-nın kvadratı üstəgəl birinci, ikinci vurma hasili 3A, bir də 3-ün kvadratı 9-u verəcək. Gəlin görək buna oxşar cavab varmı? Deməli, A çıx 3 var. A çıx 3 var. A kvadrat üstəgəl 3A plus 9 var. Bir də B çıx 4A var. Uşaqlar, buna oxşar cavab C variantıdır. Burada sadəcə biz yazdığımızdan fərqli nədir? A çıx 3-lə daha doğrusu burada uşaqlar B çıx 4A-nı qabaqda verib, qarşıda verib. Bu da fərqi yoxdur uşaqlar. Vuruqların yerini dəyişsək, hasil dəyişmir. 69 bunun oxşarıdır. Gəlin 70-ə baxaq. Biz nə dedik uşaqlar? 4 dənə ifadə verilirsə, biz onu nə edirik? 2-2 qruplaşdırırıq. Amma uşaqlar, elə 2-2 qruplaşdırmalısınız ki, ortaq ifadə olsun ki, təzədən yenə mötədə xaricinə çıxarda bilək. Burada uşaqlar, bu ikisini qruplaşdırsaq heç nə çıxmayacaq. Niyə? Gəlin yoxlayaq. Buradan x-i çıxarsaq, x çıx 9 qalır. Buradan y-i çıxarsaq, y çıx yenə 9 qalır. Baxın, ortaq heç nə yoxdur çıxarmağa. Ona görə alınmır. Niyə eləyərik bu ifadəni? Burada x kvadratı ilə mənfi y kvadratını bir yerdə yazaq və mənfi 9x ilə də müsbət 9y-i bir yerdə yazaq. Uşaqlar, bu ikisini müxtəsər vurma düsturu kimi baxsaq, x çıx y, x üzərinə gəl y. Bu iki ifadədən də mənfi 9-u çıxarsa qalacaq x çıx y-ə. Hər iki ifadədə eyni olan x çıx y-lərdir. Burada qalacaq x plus y, bir də çıx 9. Cavab olacaq x çıx y. Deməli, x çıx y, x plus y çıx 9. Buna da oxşar cavab 70-də B variantı. 71 bunun oxşarıdır. Uşaqlar, 72 oxşar sual demişdik. Deməli, 5x-in kvadratı çıx 7x üstəgəl 2. Bunu elə parçalamalıyıq ki, uşaqlar, nəyi? Ortadakını. Elə parçalamalıyıq ki, 2-2 qruplaşdıranda, 2-2 qruplaşdırsaq, sağdan və soldan mötədə xaricinə çıxaranda ortaq mötədə xaricinə çıxarma olsun. Yəni, baxırıq ki, 5 ilə 2-ci cəm ortadakı 7-ni verirsə, onda mənfi 7x-i belə parçalayaq. Mənfi 5x çıx 2x. Bir də üstəgəl 2. Uşaqlar, bu niyə belə parçaladım? Diqqətlə baxın. Bax, bu iki ifadədən əmsallar 5-i çıxarsaq, əmsallar 1-in 1-ə qalır. Bu iki ifadədən də 2-ni çıxarsaq, yenə əmsal olaraq 1-in 1-ə qalır. 1-in 1-ə nə deməkdir? Yəni, ortaq mötədə xaricinə çıxarma olar. Gəl uşaqlar, mötədə xaricinə çıxardaq. Bax, bu ifadədən 5x-i çıxarsa, qalacaq x çıx 1. Mənfi 2x üstəgəl 2-dən də mənfi 2-ni çıxarsaq, yenə x çıx 1 qalır. Mənfi 2-ni x-a vur, mənfi 2x, mənfi 2-ni mənfi 1-ə vur, müsbət 2. Təzədən eyni ifadə x çıx 1-dir. Təzədən x çıx 1-i də çıxarsaq, buradan 5x qalacaq. Buradan isə mənfi 2 qalır. Cavab olur nə? X çıx 1, 5x çıx 2. X çıx 1, 5x
çıx 2. Buna oxşar variant Y variantı. 72-ni də uşaqlar tapdıq. 72-də cavab Y variantı. Keçək növbəti suala. Hə uşaqlar 73-cü sual. 72-nin oxşarıdır bu getdi. Uşaqlar gəlin 74-dən birini də yazım. Da buna oxşar sualı əvvəl yazmışıq, yenə birində yazaq. 2m kvadratı çıx c-nin kvadratı. Bunun uşaqlar açılışını yazsaq, birincinin kvadratı nəyi verir? 4m üstü 4'ü çıx. Birincini ikinciyə vur. 2m kvadratı c, 2 misli 4m kvadratı c-ni verir. Bir də üzərinə gəl c-nin kvadratı. Uşaqlar baxırıq ki, k-nın yerində budur və m-in də yerində budur. Yəni k-nın yerində 4m üstü 4'dür. C-nin də yerində, daha doğrusu m-in də yerində c-nin kvadratıdır. 4m üstü 4, c-nin kvadratı 74 olur A variantı. Deməli, keçdik növbəti suala. Uşaqlar, buna oxşar da sual yazmışıq 75-də. Deyəsən, tam rasional ifadədə idi buna oxşar sualımız. 2x üzərinə gəl 5-in kvadratı, çıx 2 vuraq, 2x üzərinə gəl 5 vuraq, x çıx 3, bir də üzərinə gəl x çıx 3-ün mötədə xarici kvadratı. Uşaqlar, baxın, bu nəyin hansı düsturdur? A çıx B-nin mötədə xarici kvadratdır. Yəni A-nın yerində 2x üzərinə gəl 5-dir. Biri mənfi, biri müsbət olduğuna görə mənfi. B-nin də yerində x çıx 3-dür. Mötədə xarici kvadrat. Uşaqlar, birincinin kvadratı yuxarıda var. Birinci mötədən ikinci mötədə vurmalısın 2 misli bu da var. İkinci mötədən kvadratı yenə yuxarıda var. Mötədən içinin açılışını yazsaq, mötədən içinin açılışını yazaq, mötədən için açaq 2x plus 5. Bu mənfi mötədən içinə təsir edir. Mənfi x plus 3'dür. Kvadratı 2x-dan 1x çıx 1x, 5 ilə də 3'ü topla, bizə 8'i verəcək. Cavab olur x üzərinə gəl 8'in kvadratına. Varmı x üzərinə gəl 8'in kvadratı? Bəli, var. D variantı. 74 oxşardır. 77-yə oxşar əvvəlki sualların içində var. 78-ə oxşar sualda yazmışıq. Gəlin 79-a baxaq. Gəlin 79-a baxaq. Görək 79-da sualın həllinə bir yerdə baxaq uşaqlar. Uşaqlar 79-da neyini? Bax 79-un ən rahat yazılma üsulu nədir? Bax burada uşaqlar 47-nin müsbət 47-nin kvadratı ilə mənfi 23-ün kvadratını bir yerdə götürək. 47-nin kvadratı çıx 23-ün kvadratı. Və müsbət 43-ün kvadratı ilə də mənfi 27-nin kvadratını bir yerdə götürək. Məxrəcdə 700-dür. Niyə uşaqlar 2-2 bu formada götürdü? A kvadratı çıx B kvadratını versin deyinə. Deməli uşaqlar bu iki ifadəni bilirik uşaqlar. Baxın. 47-dən 23 çıxsaq bizə verir 24'ü. Toplasaq bizə verir 70'i. 24 vur 70. Arada müsbət var. Bəs bu iki ifadəni bir yerdə yazsaq, bir dəfə çıxsaq 16'nı verəcək, bir dəfə də toplasaq 70'i verəcək. Məxrəcdə də 700. Sürətdə 70'i mötədə xaricinə çıxarsa qalacaq 24. Bir də 16 var. 24 plus 16, məxrəcdə 700. Uşaqlar, arada vuraq var. 70'ə böl 1, 70'ə böl 10. Sürətdə 40 qalır, məxrəcdə 10. 40'ı da 10'a böləndə cavab neçə edir? 4'dür. Yəni uşaqlar, 79'da cavab B variantı. Gəlin 80'də yazaq uşaqlar. 80. 79'da deməli oldu B variantı. Gəlin 80'ə baxaq. Uşaqlar, 80'də nəyə fikir veririk? Baxın, sürətə baxın. A kubu çıx B kubunun açılışı nə idi? Bunları bir dəfə çıxırıq. Yəni 14.5-dən 1.8'i çıxırıq. O biri mötərizənin içində də 14.5'in kvadratı üstə gəl. 14.5 vuraq. 1.8 bir də üstə gəl 1.8'in kvadratı edir olur. Məxrəcdə isə 12.7'dir. Çıx 14.5'in kvadratı bir də çıx 1.8'in kvadratına. Uşaqlar, 14.5'dən 1.8 çıxanda 12.7'ni verir. Və arada vuraq olduğuna görə bu 12.7 ilə bu 12.7 gedir. Yerdə nə qalır? 14.5'in kvadratı üstə gəl 14.5 vuraq 1.8 üstə gəl 1.8'in kvadratı çıx 14.5'in kvadratı çıx 1.8'in kvadratına. Uşaqlar, 14.5'in kvadratı bir müsbət bir mənfi gedir. Bunun bir müsbət bir mənfi gedir. Yerdə nə qalır? Yerdə qalır 14.5 vuraq 1.8'i. Deməli uşaqlar, 14.8-də 1.8'ə vuranda cavab bizə 26.1 verir. Yəni B variantı. Keçdik növbəti suala. Növbəti sual. Uşaqlar, 81'ə oxşar sual dedik. 81 lazım deyil. Gəlin 82'ə baxaq. Uşaqlar, bax bu ifadə bizə hansısa bir müxtəsər vurma düsturunu verir. Nəyi verəcək? 2P'nin kubu
çıx 3-ün kubun açılışıdır. 2p ilə 3-ü çıxsaq bizə verir bunu. 2p'nin kvadratı 4p kvadratıdır. Mənfi 3'ün kvadratı müsbət 9. Bir də 2p'ni 3'ə vur müsbət 6p. Keçdik növbətiyə. Bəs bu ifadə nəyi verəcək? Bu ifadədə uşaqlar baxın p üzərinə gəl 3, p kvadrat çıx 3p plus 9. Bu isə p'nin kubu üstə gəl 3'ün kubun açılışını verəcək uşaqlar. P ilə 3'ü bir dəfə topla p üstə gəl 3, p'nin kvadrat çıx 3p üstə gəl 9. Uşaqlar 2p'nin kubu bizə verəcək 8p'nin kubu. Çıx 3'ün kubu mənfi 27, üstə gəl p'nin kubu. Bir də üstə gəl 3'ün kubu uşaqlar yenə müsbət 27. 27'in biri mənfi, biri müsbət gedir. 8p kubun üstə 1p'nin kubunu gələndə bizə verir 9p kubu. Uşaqlar cavab olacaq burada 9p kubu 82b variantı. Sonra 83, 84 demək olar ki elə bu formada gedir. Gəlin 83'ə baxaq. 83'ə. Uşaqlar 83'də x üzərinə gəl 1'in kubu. Üstə gəl x çıx 1'in kubuna. Gəlin bunu neyək? Bunun birinci açılışına baxaq. Birincinin kubu x kubu. Üstə gəl 3 vuraq x'in kvadratı vuraq 1, 1'i yazmırıq. Üstə gəl 3 vuraq x vuraq 1'in kvadratı 1'i yazmırıq. Bir də 1'in kubu 1'i verəcək. Üstə gəl bu ifadənin açılışı. X'in kubu çıx 3 vuraq birincinin kvadratı, yəni x'in kvadratı vuraq 1, 1'i yazılmır. Üstə gəl 3x vuraq 1'in kvadratı 1 yazılmır. Bir də 1'in kubu ilə mənfi 1'i verəcək olur. Mənfi 1'in kubu ilə mənfi 1'dir. Bura baxırıq uşaqlar. 3x kvadratı 3x kvadratı getdi. 1'in biri müsbətdir, 1'in biri mənfidir. 1 də getdi. Yerdə nə qalır? Qırmızı nə yazıram? X kubu bizə verir 2x'in kubunu. 3x ilə də bu 3x'i toplasaq bizə verəcək 6x'i. Cavab oldu 2x'in kubu üstə gəl 6x. Və bu iki ifadədən də 2x'i möhtədə xaricində çıxarsa qalacaq x kvadrat üzərinə gəl 3'ə. 2x vuraq x kvadrat üzərinə gəl 3, 83'də b variantı. 84'dən necə yazarıq uşaqlar 84'ü? 84'cü sualda uşaqlar buradan inərik. Uşaqlar 84'ü 2-2 necə qruplaşdırarıq? Diqqətlə qulaq asın. A üstü 4 ilə mənfi 81'i bir yerdə yazırıq. Üstə çıxaq və 6a kubu ilə də 54a'nı bir yerdə yazırıq. Mənfi 6a kubu plus 54a'nı. Gəlin neyini uşaqlar? Bax bu a üstü 4 a kvadratının kvadratıdır. Bunu bildik. Çıx. 81 9'un kvadratıdır. Bunu da bildik. 81 9'un kvadratıdır. Və bu iki ifadədən də 6a'nı çıxarsaq, 6a'nı 9a kvadratına vursaq, daha doğrusu 6a'nı a kvadratına vursaq 6a'nın kubunu verəcək. Mənfi 6a'nı isə uşaqlar mənfi 9'a vursaq 54, mənfi 9'a vursaq bizə bu ifadəni verir. İndi neyini? Bunu müxtəsər vurma düsturu kimi a kvadratı çıx 9'u bir dəfə çıxaq, bir dəfə də a kvadratdan 9'u toplayaq. Mənfi 6a a kvadratı çıx 9 olduğu kimi saxlayaq. Və bu iki ifadədən oxşarlar bunlardır. Buradan a kvadratı çıx 9'u çıxarsaq, o biri mötərizənin içində isə a'nın kvadratı üstə gəl 9 çıx 6a da mənfi 6a ilə də müsbət 9'un yerini dəyişək. İnşallah bu ifadə nəyi verir? Bu ifadə a çıx 3. A üstə gəl 3'ü verəcək. Bir dəfə çıx, bir dəfə topla. Bu ifadə isə a çıx 3'ün mötədə xarici kvadratıdır. İnşallah fikir verin. A üstü 3'dən 1 dənə, a üstü 3'dən 2 dənə. Arada vuraq var. Olacaq a çıx 3 qalacaq. Üstləri toplayacaq. 1 ilə 2'ni toplayacaq. Kubunu verəcək. Bir də a plus 3'ü də olduğu kimi saxlayırıq. Cavab oldu a çıx 3'ün kubu. Vuraq a üstə gəl 3'ə. Yəni y variantı. 84'də uşaqlar cavab y variantıdır. Gəlin 85'ə baxaq. 85'də nə deyir uşaqlar? Deməli 85'in sualda deyir 2x'in kvadratı üstə gəl 3x bir də çıx 2. Burada neyini uşaqlar? 2-2 qruplar. Daha doğrusu ortadakını parçalayaq. Uşaqlar 3x'i necə parçalayaq? Müsbət 2x üstə gəl 1x kimi parçalasaq, bir də çıx 2. Görək nə isə alınacaqmı uşaqlar? Bir dənə buna baxaq. Xeyr, alınmayacaq. Bəs biz 2x kvadrat üzərinə gəl 3x'i necə parçalayaq? Daha doğrusu 3x'i necə parçalayaq? Uşaqlar 3x'i müsbət 4x çıx 1x kimi parçalasaq. Görək indi 2-2 qruplaşdırsaq ortaq ifadə qalacaqmı? Bununla bunu qruplaşdıraq. 2x'i mötədə xaricdən çıxarsaq x üzərinə gəl 2 qalır. Bu iki ifadədən də mənfini çıxarsaq yenə x üzərinə gəl 2 qalır. Təzədən yenə x üzərinə gəl 2-ni mötədə xaricdən çıxarsaq. O biri mötədən içində bir dənə 2x qalacaq. Sağ tərəfdə də heç nə qalmadığına görə uşaqlar
mənfi 1 qalır. Cavab olacaq x üzərinə gəl 2. X üzərinə gəl 2. Deməli 2x çıx 1, x üzərinə gəl 2. Y variantına. Şola sadəcə mötərizənin yerini dəyişik yazıb. Vuruqların yerini dəyişsə eyni qaydada hasil dəyişmir. Gəlin şola 86-ya baxaq. 86-cı sualda deyir b-nin üstü 3n, üstə gəl 8 b-nin üstü 2n, bir də üstə gəl 16 b-nin üstü n. Buradan şolar hər üçündə eyni olan b üstü n-lərdir. Biz b üstü n-i mötədə xaricinə çıxarsaq, b üstü n-i nə olacaq? Burada qalacaq b-nin üstü 2n. Çünki b üstü n-i b üstü 2n-ə vursaq b-nin üstü 3n-i verir. B-nin üstü n-i nəyə vursaq 8 b-nin üstü 2n-i verir. 8 b-nin üstü n-ə vursaq. Bir də üstə gəl 16. Şola bu b üstü n qalır. B üstü 2n, b üstü n'in kvadratıdır. 16 da 4'ün kvadratıdır. Mötədə xarici kvadrat. Baxın uşaqlar, b üstü n'in kvadratı b-nin üstü 2-ni verir. B-nin üstü n'i 4'ə vur 2 misli 8 b üstü n'i verib. 4'ün də kvadratı 16'nı verir. Cavab olacaq bu. Cavab oldu. Deməli uşaqlar, b üstü n vuraq b üstü n plus 4'ün mötədə xarici kvadratı. Yəni D variantı. 87 oxşardır. Gəlin baxaq nəyə. Şolar, əslində 88-də də oxşar sual yazılmışıq mı görə? Gəlin yazaq da şolar. Gəlin 88-də də baxaq. 88-də. 88-də nə deyir? 88-ci sualda şolar. Sürətə baxın. 53'ün kvadratı çıx 13'ün kvadratı. 53 ilə 13'ü bir dəfə çıxaq 40. Arada vuraq var. Bir dəfə də topla 66. Aşağıda 40 ilə 26'nı bir dəfə çıx 14. Arada vuraq var. Bir dəfə də topla 66. Üstə gəl. Bir də 66 vur 56'da olduğu kimi saxlayaq. Bax bunu. Sürət olduğu kimi qalsın. Aşağıda hər ikisində eyni olan 66'lardır. 66 mötədə xaricinə çıxarsaq 14 üstə gəl 56'dır. Bu 66 olar. Deməli, bu 66'lar gedir. Sürətdə qalır 40, məxrəcdə qalır 70. Buradan da sıfırlar gedir. Cavab olur 7'də 4. Deməli, 88 sualda cavab 7'də 4. Y variantı. Keçək növbət sualı. Uşaqlar, gəlin 89'a baxaq. Bax, 89-cu sualda neyək? Deyir, x kvadrat üzərinə gəl x, y. Bir də çıx 2y-in kvadratı. Burada yenə uşaqlar, bax, bu ortadakini elə parçalamalıyıq. Sağdan soldan çıxarsaq, eyni oxşar ifadə qalmalıdır. Məsələn, x, y gəlin belə parçalayaq. Müsbət 2x, y çıx 1x, y yazsaq, 1x, y yazsaq. Bir də çıx 2y kvadratı. Yəni 2x, y-dən 1x, y çıxsaq, yuxarıdakı ifadəni verəcək. Bu ikisindən x-i çıxsaq, qalacaq x üzərinə gəl 2y. Və bu iki ifadədən də mənfi y çıxsaq, olacaq x çıxaq, üstə gəl daha doğrusu 2y. Hər ikisində x üzərinə gəl 2y var. X üzərinə gəl 2y də mötədə xaricinə çıxarsa, buradan x qalır. Buradan da mənfi y qalır. Cavab olacaq x üzərinə gəl 2y. Bir də x çıx y. Yəni 89'da olur A variantı. Bu heç uşaqlar. Gəlin 91'dən 91'in sual eynən bunu oxşar. Gəlin bunu da yazaq. Deyir ki, x-in kvadratı çıx 3x çıx 2. Yenə uşaqlar, ortadakını elə parçalamayıq ki, sağdan soldan çıxaranda eyni ifadə qalsın. Gəl necə parçalayaq? Mənfi 3x-i belə parçalayaq. Mənfi 4x üstə gəl 1x. Baxın uşaqlar, 1x-dan 4x çıxanda 3x-i verdi. Bir də mənfi 2-yə. Uşaqlar, mənfi 3x-i niyə mənfi 4x müsbət 3x çıxdı? Parçaladıq. Çünki bu iki ifadədən 2-ni çıxarsaq, əmsallar 1-in 2-yə qalacaq. Buradan da əmsal baxırıq ki, 1-in 2-yədir, yəni oxşardır. Onda bu iki ifadədən 2x-i çıxarsa qalacaq x çıx 2-yə. Üstə gəl, bu x çıx 2-nə mötədən içinə yazsaq, heç nə dəyişməyəcək. x çıx 2-nə mötədə xaricinə çıxardaq. Burada qalacaq 2x. Burada da qalacaq, heç nə qalmasa qalır müsbət 1. Cavab olur x çıx 2, x çıx 2. Bir də 2x plus y, yəni B variantı. 91'də şola cavab oldu B. Gəlin 92'yə baxaq. 92-ci sualda şola deyir A-nın kvadratı üstə gəl 4, B-nin üstü 4. Şola gəlin bunu necə yazaq? Bax, bu nəyin kvadratıdır? A-nın. Bəs bu nəyin kvadratıdır? 2B kvadratın kvadratı. Mötədə xarici kvadrat yazsaq. Baxırıq ki, birincinin kvadratı yuxarıda var. 2B'nin kvadratın kvadratı 4B üstü 4 verir. Yuxarıda var. Bir də bunun açılışında şolar. Birinci ikinciyə vurmalısının kimisli. Yəni 4AB kvadratı var. Həmin 4AB kvadratı geçsində ilə mənfi 4AB kvadratı yazırıq.
Çünki mötərizənin için açılışındakı müsbət 4AB kvadratdan bu 4AB kvadrat gedir, yenə yuxarıdakı ifadə qalır. Deməli, aha, yazdıq bunu. Uşaqlar, burada nəyi səhv yazdıq? Burada 4 səhv yazdıq. 4 səhv yazdıq. Onda 4 səhv yazdıqsa bu A kvadratının kvadratıdır. Bu da 2B kvadratının kvadratıdır. Onda bunun açılışından müsbət 4A kvadrat B kvadratı var. Həmin müsbət 4A kvadrat B kvadrat keçindən yazırıq. Çıx 4A kvadratı B kvadratına. İndi nə yaş olur? Gəlin bunu bir də yazaq. Yazırıq A kvadratı üstə gəl 2B'nin kvadratı çıx. Bu ifadənin özü nəyin kvadratı uşaqlar? 4 2'nin A kvadrat A'nın B kvadratı B'nin mötədə xarici formada kvadratdır. Onda bu iki ifadəni bir dəfə çıxaq. A kvadratı 2B kvadratından mənfi 2AB'ni bir dəfə çıxırıq. Bir dəfə də A kvadratı üstə gəl 2B kvadratı ilə müsbət 2AB'ni toplayırıq. Gəlin variantlara baxaq. Uşaqlar, variantlarda bununla bunun yeri dəyişi verib. Yəni A kvadratı çıx 2AB üstə gəl 2B'nin kvadratı. Bir də A kvadratı bununla da bunun yerini dəyişsək, müsbət 2AB üstə gəl 2B'nin kvadratını verəcək. Deməli, A kvadratı çıx 2AB üstə gəl 2B kvadratı, A kvadratı üstə gəl 2AB üstə gəl 2B kvadratı olur. Nə olar? Y variantı. Vuruqların yerini dəyişəndə hasil dəyişmir. Keçin növbəti suala. Gəlin baxdıq uşaqlar nəyə? 93'ə. 93'də uşaqlar, bax, belə bir ifadə verib. Deyir, 16x'in kvadratı çıx 40xy üstə gəl 25y'in kvadratına. Uşaqlar, bu nəyin kvadratıdır? 4x'in. Bəs bu nəyin kvadratıdır? 5y'in. Biri mənfi, biri müsbət olanda mənfi mötədə xarici kvadrat. Görək, uyğun gəlir. Birincinin kvadratı var. Bunun kvadratı 25y kvadratı verir. 4x'i 5y'ə vur. 20xy, kimisi 40xy verdi. Vəsiyyət uşaqlar. İndi bu ifadəni yazdıq və burada x'in qiyməti 5/4 döyüşdü. Bunu da düzgün olmayan kəsrə çevirsək, 5'i 4'ə vur, 20, 3 gəl 23. Y-in qiyməti isə 4/5'də 1'dir. Yəni 4'ü 5'ə vur, 20, 1 gəl 21. İndi aparaq uşaqlar, x'in yerinə nə yazdıq? 4 vuraq. Bax, buradakı bu x'in yerinə qara nə yazıram? Buradakı bu x'in yerinə bunu yazırıq. 4'də 3, 4'də 23. Çıx 5 vuraq. Buradakı bu y-in də yerinə 5'də 21 yazırıq. Mötədə xarici kvadrat. 4'lər gedir, 5'lər gedir. Qalır 23 çıx 21'in kvadratına. Bu da 2'ni verəcək. 2'nin kvadratı olacaq uşaqlar 4. 93'də cavab elədir 4. Gəlin baxaq 93'ə. 93'ə. 93'də nə deyir uşaqlar? 90 daha doğrusu 4'ün çaldı. Deyir A kvadrat üstə gəl 2AB üstə gəl B'nin kvadratı. Çıx C kvadratı. Bərabərdir 13'ə. Şərtdə deyir ki, A, B, C bunların hər üçü naturaldır. Gəlin yaşala bax. Bu ifadəni belə yazaq. A üstə gəl B'nin kvadratı. Bir də çıx C kvadratı. Bərabərdir 13'ə. Şola bu ifadənin özü müxtəsər vurma üstüdür. Bir dəfə çıx, bir dəfə topla. Yəni bir dəfə A üstə gəl B ilə C-ni çıx. Bir dəfə də A üstə gəl B ilə C-ni topla. Nəyə bərabərdir? 13'ə. Uşaqlar, ABC naturaldırsa, baxın, naturalın üzərinə natural gələndə bu ifadə bizə naturalı verəcək. Naturalı da nəyə vursaq naturalı verər? Naturala. Deməli, A üstə gəl B naturaldırsa, A üstə gəl B məlum məsələ ki, C-dən uşaqlar böyük olmalıdır. A üstə gəl B-nin cəmi C-dən böyük olmalı ki, böyük ədəddən kiçik ədəd çıxıb naturalların fərqi naturalı versin. İndi gəlin belə yazaq. Hansı natural ədədlərin hasili 13 verər? 13 sadə ədəddir uşaqlar. 1 ilə 13. 13'ün hasili 1 ilə 13'ün hasili 13 verəcək. Bu deməkdir ki, A üstə gəl B çıx C-nin qiyməti 1'dir. Birinci mötərizənin qiyməti 1'dir. A üstə gəl B üstə gəl C-nin qiyməti isə uşaqlar 13'dür. Bunları tənliklər sistemi kimi altada toplasaq, 2A üzərinə gəl 2B C-lər uşaqlar gedir. Bərabərdir 14'də. A ilə B-nin cəmi 2'yə böl A, 2'yə böl 1, 2'yə böl 7. Demək uşaqlar A ilə B-nin cəmi neçədir? 7'dir. Uşaqlar A ilə B-nin cəmi 7-dirsə, 7'nin üzərinə nə gəlsə 13 verər 6'nı. Deməli C-nin də qiyməti 6'dır. Bizdən nəyi soruşur tab? Baxaq. Bizdən soruşur ki, A üstə gəl B. A üstə gəl B. Bir də üstə gəl 2C ifadəsinin qiymətini tab. A üstə gəl B üstə gəl 2C'ni soruşursa tab. A ilə B-nin cəmi 7'dir. C-nin qiyməti də 6'dır.
A üstəgəl B-nin yəni 7-nin üzərinə 2-ni 6-ya vursaq 12 gəlsə bizə 19-u verəcək. Yəni uşaqlar 94 cavab 94-də cavab olur 19. Keçdik növbəti suala. Baxdıq uşaqlar növbəti suala. Uşaqlar bax 95-də nə edirik? 95-də bütövlükdə bu hasilin məxrəci 1-dir. Orta məxrəci nə götürərik? 2. 2-ni bu 2-yə böl 1 sürətə vur. Elə 2,45-in kvadratı. 2-ni bu 2-yə böl 1, 1-i də sürətə vur. 4,155-in kvadratı. Üstəgəl 2-ni uşaqlar bu 1-ə böləndə 2-ni verir. 2-ni də sürətə vursaq, 2-ni 1-ə böl 2, 2-ni də sürətə vursaq olacaq 2 vuraq. 2,45 vuraq. 4,55-ə. Və bunu da böyük mötərizənin içinə yazaq. Uşaqlar bu böyük mötərizə adi mötərizə kimi fikirləşin. Yəni burada qeyri-adi heç nə yoxdur. Uşaqlar sürətə fikir verin. Sürət 2,45 üzərinə gəl. Bax bir də burada 4,55-dir. 4,55-in mötərizə xarici kvadratı. Hardan bildik? Birincinin kvadratı var. Qırmızı ilə yazıram. 4,55-in kvadratı burada var. Birincinin ikinciyə vurma hasilinin kimisli? Bax bu da burada var. Onda bu A üstəgəl B-nin mötərizə xarici kvadratı. Bunu da 2-yə vursaq bu 2 ilə bu 2 gedir. Mötərizənin içini toplasaq 7-ni verəcək. 7-nin kvadratı bizə verir 49. Deməli 95-də cavab 49 oldu. 95-də cavab uşaqlar 49. Keçdik növbəti suala. Təzə başlayanda, gəlirsən keyfiyyətlə. Mən təzə boşlanır, keyfiyyət verirəm. Bir qədər keyfiyyətlə kalkulasiya yüklərini də onda artıq. Belə bir söz deyirəm. Hər karakter buyur, halda 8 başlayır. Mən borçları 8 harika kalkulasiya. Yəni bu kalkulasiya da olsun, bir səfər yoxdur. Mükəmməl baxımdan deyəm. Əgər mən orada 18-20 16 bırakırsa, zaten mükəmməl başlayır. Yəni həmən vəziyyəti məsələdir. Bir bunlarda da sabahın rəis baxımdan. İki məqam verirəm. Bu yapmaktan lazım. Yani çəkmə haqqı ərzində ustalara bunu verirsən. Əgər kanalla bir yerdə istəyirsən, TV kanalla aparat sırf bir deyirsənsə, eləmirsən, onu isbatla alır. Çəkir, isbatla, əli prosesdə verirsən. Model. Bəli, və laf prosesdə verirsən. Riyadə bu model verirsən, buradan kabinat modeli verirsən. Sürət 4G, 2 kamera verirsən. Həm 4G, həm də 2. 4G-də 105 verirsən. 4G-yə həm 5-ə.
Sürü sərtüsü daha yaxşı olardı. Hə, uşaqlar, üzrlü sayın, səs açıq qalıb. Səsi bağlamamışam. Deməli, 103-də cavab 9,5-dir. Gəlin növbət suala baxaq. 105-ə. Gəlin uşaqlar, 105-ə baxaq. 105-ci sualda, bax uşaqlar, 105-in əvvəla izahatını verməmişdən qabaq nəyə fikir verək? Bax, deyək ki, bir dənə kvadrat tənli yazaq. Məsələn, A-nın kvadratı çıx. Necə yazaq? Çıx 5A, belə yazaq. Çıx 5A üzərinə gəl 6. Deyək ki, bərabərdir 0-a. Əgər bu çox həddinin vuruqlarından biri, məsələn, bunun vuruqlarını ayırsaq, hasili 6, cəmi -5 olan ədədlər -2 ilə -3-dür. Yəni, -2-ni -3-ə vur 6, -2 ilə -3-ün cəmi -5 verir. Və bunu 0-a çevirsək, onda bunun 0-a çevirən qiyməti 2-dir, bunu da 0-a çevirən qiyməti 3-dür. Yəni, bu demək ki, A-nın yerinə burada da aparıb 2 yazsaq 0 olacaq, A-nı aparıb yuxarıda da yazsaq yenə 0 olacaq. Onda bu formada desək, A-nın kvadratı çıx 5A üzərinə gəl 6. Bunun vuruqları uşaqlar A çıx 2. Deyək ki, biz opsi vuruğunu bilmirik. Onda belə çıxır ki, bunun bu ifadənin vuruqlarından biri budur, o biri vuruğunu bilmirik. Onda bunun 0-a çevirən qiyməti ilə, bax, bunun 0-a çevirən qiyməti eynidir. Yəni, A-nın çıx 2-nin 0-a çevirən qiyməti 2-dirsə, onda bax, bu ifadənin 0-a çevirən qiyməti, yəni burada da A-nın yerinə 2 yazsaq, bu ifadənin özünə 0 olacaq. Onda bu şərtə əsasən 105-i həll eləsək, 105-i həll eləsək nə olacaq? 105-də olacaq A-nın kvadratı çıx M çıx 3A çıx 8. Deyir, bu çox həddinin vuruqlarından biri A plus 4. Onda bunun vuruqlarından biri A plus 4-dürsə, onda opsi vuruğunu bilmirik də uşaqlar. Baxın, bu ifadənin vuruqlarından biri budur. Opsi vuruğunu da bilmirik. Bizə lazımdır deyir. Onda bu ifadənin 0-a çevirən qiyməti A üstə gəl 4-ün 0-a çevirən qiyməti -4-dürsə, -4-dürsə, onda bu ifadənin də 0-a çevirən qiyməti yenə -4-dür. Yəni A kvadratı çıx M çıx 3A çıx 8 ifadəsinin 0-a çevirən qiyməti, yəni A-nın yerinə -4 yazsaq, yəni bu ifadə 0 olur. A-nın yerinə -4 yazaq, -4-ün kvadratı 16 çıx M çıx 3 vuraq -4, bir də çıx 8 bərabər 0. Olacaq, -4-ü mənfi mötəziyə vuranda müsbət 4 vuraq, M çıx 3-ü verəcək, çıx 8 bərabər 0. Uşaqlar, 16-dan 8-i çıxsaq, bizə verəcək 8-i. 4-ü M-ə vursaq, müsbət 4M. 4-ü -3-ə vursaq, -12 bərabər 0. 8-dən 4 çıxanda uşaqlar, 8-dən 12 çıxanda -4-ü verir, bərabər 0. 4-ü sağ aparsaq, müsbət 4. M-in də qiyməti olur, müsbət 1. Deməli, uşaqlar, burada 105-də uşaqlar, M-in qiymətini soruşur da. Burada da M-in qiyməti uşaqlar 1-dir. Yəni, bu sualın cavabı oldu 1. Keçdik 106-cı suala. 106-ya. Uşaqlar, 106-da nə deyir? 106-cı sualda, 106-da deyir 2A üstə gəl 3B-nin kvadratı vuraq B-nin üstü M çıx A-nın üstü M. Bu ifadənin sadələşdirilməsində alınan çox həddlinin dərəcəsi. Yəni, bunu mötəzəni açsaq, bu çox həddlinin dərəcəsi, aşağıdan yazaq, dərəcəsi bərabərdir 8-ə. Onda bizdən soruşur ki, M ilə E-nin cəminin ən böyük qiymətini tapış. Uşaqlar, M ilə C-nin cəminin ən böyük olması üçün bunların hər ikisi ən böyük olmalı ki, cəmdən böyük olsun. Bax, təsəvvür edin ki, birinci mötəzədə ən böyük dərəcə 2-dir. Zənn eləyək ki, ikinci mötəzədə ən böyük dərəcə n olsa, B üstü 2-ni B üstü n-ə vursaq, yəni birinci mötəzənin ən böyük dərəcəsini ikinci mötəzənin ən böyük dərəcəsinə vursaq, onda n-in yerinə 6 yazmalı ki, toplayanda çox həddin dərəcəsi 8 olsun. Onda n-in ən böyük qiyməti 6-dır. Bu səfər də n yox, zənn eləyək ki, m-in dərəcəsi, ikinci mötəzənin ən böyük dərəcəsi m-dir, birinci mötəzənin ən böyük dərəcəsi 2-dir. Onda bu mötəzəni açsaq, birinci mötəzənin ən böyük dərəcəsi B-nin kvadratı, ikinci mötəzənin ən böyük dərəcəsi A-nın üstü M-ə vursaq, ən böyük dərəcə 8-i verirsə, deməli yenə M-in yerinə ən böyük 6 yazarıq ki,
toplayanda üstəlik qüvvət dərəcə 8-i versin. Onda M-in qiymətinin ən böyük qiyməti də 6-dır. Onda uşaqlar hər ikisinin ən böyük qiyməti 6-6-sı 6 ilə 6-nı toplayanda cəminin ən böyük qiyməti olacaq uşaqlar 12. 106-da cavab oldu 12. Keçək 107-yə. 107-yə. Uşaqlar 107-də bax nə deyir? 107-ci sualda deyir A ifadəsi necə verilib? X kvadratı çıx 2x çıx 8-dən. Bunu bildik. Və uşaqlar A dairəsinin içinə baxın. A dairəsində vuruqlara necə ayrıldılar? A dairəsinin vuruqlarını x çıx 4-ü x üzərinə gəl A-ya vurublar. Yəni x çıx 4 vuraq, x üzərinə gəl A-ya. Bunu bildik. Sonra B dairəsini uşaqlar necə veriblər? B dairəsini x-in kvadratı üstə gəl 2x çıx 9x çıx 18 verilib. Bu da nəyə bərabərdir? Uşaqlar B dairəsinin içinə baxın. Qırmızı ilə yazıram. B dairəsinin içində 3 dənə mötərizənin hasilidir. Hansıdır? X üzərinə gəl A. X çıx 3. Ortadakı x çıx 3. Bir də x üzərinə gəl B-dir. Deməli bu 3 dənə mötərizəni bir-birinə vursaq elə bu çox həddini verəcək. Və C-yə baxaq. C-ni burada verib uşaqlar. X kvadratı üzərinə gəl cx çıx 3. Amma burada C dairəsinin içinə baxsaq hansı mötərizələrin hasilidir? X üstə gəl B ilə bir də x çıx 1-in hasilidir. Gəlin uşaqlar bu formada yazaq. Baxın. Birinci A-nın ifadəsinə baxaq. A ifadəsinə uşaqlar -4-ü A-ya vuranda sərbəst həddə vursaq -8 versə, deməli A-nın yerində 2-dir. A-nı tapdıq. A-nın yerində 2 olmalı ki, -4-ü müsbət 2-yə vuranda -8-i versin. Gəlin uşaqlar buna baxaq. Gəlin nəyə baxaq? Aha. Deməli A-nın yerinə nə oldu uşaqlar? 2. Gəlin bax buradakı A-nın yerinə 2 yazaq. İndi bunun sərbəst həddindən baxın. Sərbəst həddi -18-dir. Uşaqlar birinci mötərizənin sərbəst həddi -2. İkinci mötərizənin sərbəst həddi -3-dürsə, müsbət 2-ni -3-ə vuranda -6. Uşaqlar -6-nı nəyə vursaq -18-i verər? Müsbət 3-ə. Yəni B-nin yerinə müsbət 3 yazsaq, müsbət 2-ni -3-ə vur -6, -6-nı müsbət 3-ə vur -18-i verəcək. Bax burada da ödəyir. Deməli B-nin qiyməti 3-dür. Bunu da tapdıq. Onda uşaqlar B-nin yerinə 3 yazsaq, B-nin yerinə 3 yazsaq. Bu x üzərinə gəl 3-ü x çıx 3-ə vursaq, olacaq x mötərizəni alsaq, x kvadrat üzərinə gəl 2x bir də 3-ü -1-ə vur, -3 verəcək. -3 verəcək. Baxırıq ki, burada da x kvadrat üzərinə gəl cx bir də çıx 3-dür. Uşaqlar baxırıq ki, burada c-nin yerində nə imiş? C-nin də yerində 2 imiş. Deməli c-nin də qiyməti oldu uşaqlar 2. Bizdən nəyi soruşur tap? A vur, B vur, C-ni tap. Yəni 2 vur, 3 vur, 2-ni tap. 2-ni 3-ə vur, 6, 2-yə vur, 12. Deməli uşaqlar 107-də cavab olur 12. Bu da oldu bizim 107-ci sualımız. Gəlin keçək növbəti suala. Hə uşaqlar 108-ə baxaq. 108-də uşaqlar deyir x kvadrat üzərinə gəl px plus q şəklində A və B çoxhəddiləri vuruqlara ayrılıb. Uşaqlar A dairəsinin içinə baxın. A dairəsinin içində A hansı vuruqlara ayrılıb? X üzərinə gəl 4-ü vurublar x çıx 2-yə. Bu oldu A. Bunu da uşaqlar mötərizənin içinə atsaq, x vursaq, x-in kvadratı müsbət 4 ilə -2-ni toplasaq, müsbət 2 x ortada, müsbət 4-ü -2-yə vursaq, -8 arxada, ən sonda. Deməli A ifadəsi budur. Gəlin B-yə baxaq uşaqlar. Uşaqlar B-yə baxmaq üçün bir dənə B dairəsinin içinə baxın. Nə ilə nəyə vurublar? X çıx 2-ni vurublar. X üzərinə gəl 3-ə. Burada da mötərizənin içinə atsaq olacaq x kvadratı. -2 ilə müsbət 3-ü topla, müsbət 1x. -2, -3-ə vur, -6. Bu oldu uşaqlar A. Bu da oldu bizim B-miz. İndi bizdən nəyi soruşur? Deyir A üstə gəl B-ni vuruqlara ayırın. Cəmli vuruqlara ayırın. Əvvəl uşaqlar A-nı yenə aparaq yazaq. X kvadrat üzərinə gəl 2x çıx 8. Üzərinə gəl. B-nin də yerinə bunu yazaq. Bax bu B-nin yerinə. X kvadrat üzərinə gəl x çıx 6-ya. Uşaqlar x kvadratı x kvadrat bizə verir 2x kvadratı. 2x-dan bu 1x-i toplasaq bizə verəcək 3x. Biraz geri aparaq. Sərbəst oldu. A. X kvadratın x kvadratı 2x. 2x-dan bu 1x-i toplasaq 3x-i verəcək. -8-dən -6-nı toplasaq -14-ü verəcək. Bunu bilirik uşaqlar. Bunu biz necə vuruqlara ayıraraq uşaqlar? Gəlin necə vuruqlara ayıraq?
Gəlin buna belə baxaq da uşaqlar. Deməli birində 1x imiş, bir mötərizənin içində 1x imiş, opsi mötərizənin içində də 2x imiş. Məsələn, birinə 1x yazaq, buna da yazaq 2x. Niyə? 1x-i 2x-a vursaq, elə 2x-in kvadratını verir. Sonra bu sərbə səthlərin hasili -14-dür. Deməli, biri müsbət 2, biri -2 olar. Biri müsbət 2, biri də -2 olar. Onda gəlin buna bir -2 yazaq. Deməli, biri hasili -14, 2 ilə 7-də, -2 ilə buna müsbət 7 yazsaq, baxaq, -2-ni 7-yə vursaq, bəli, -14 verir. Uşaqlar, -2-ni 2x-a vursaq, -4x, 1x-i 7x-a vursaq, 1x-i 7-yə vursaq, 7x, müsbət 7x, -4x, müsbət 3x verir, ödəyir. Deməli, uşaqlar, bu A üstəgəl B-dir. A üstəgəl B-nin də vuruqları ayırdıq, oldu belə. Bizdən soruşur ki, A üstəgəl B-nin vuruqları ayır. Yəni 108-in cavabı olur uşaqlar. Vuruqları ayırdıq. X çıx 2, bir də 2x üzərinə gəl 7-yə. Uşaqlar, bu da oldu bizim 108-in cavabı. Keçdik növbəti suala. Gəlin baxdıq nəyə? 109-da baxaq uşaqlar. Bax 109-da nə deyir? 109-da deyir ki, A verilib. A x kvadrat üzərinə gəl bx, bir də plus c-dir. Bəs A-nın necə vuruqları ayrıblar uşaqlar? A dairəsinin içinə baxın. Nə ilə nəyin hasili imiş? X üzərinə gəl 3 ilə, bir də x çıx 4-ün hasili imiş. Uşaqlar, bunları da biz vurub atsaq, x-in kvadratı minus x minus 12-dir. Baxırıq ki, B-nin yerində -1-dir, C-nin də yerində -12-dir. Artıq B ilə C-ni tapdıq. Belə deyəcək da uşaqlar. Yəni A bərabərdir. Tam yaxşı görmək üçün x kvadratı çıx, x çıx 12-dirsə, deməli B-nin yerində -1-dir, -1-dir. C-nin yerində isə -12-dir. İndi keçək B-yə baxaq uşaqlar. B-ni necə verib? B-də deyir ki, x-in kvadratı üstəgəl mx, bir də üstəgəl n verilib və B dairəsinin içinə baxın uşaqlar. Həmin bu çox ədəd necə vuruqlar ayırıblar? X çıx 4-ü nəyə vurublar? X üzərinə gəl 8-ə. Buradan da uşaqlar mötərizənin içinə atsaq olacaq nə? Altada yazaq ki, daha rahat olsun. X-in kvadratı 8-dən -4-ə çıxsaq müsbət 4x-i verəcək. 8-dən 4-ün hasili -32-dir. Deməli, burada da baxırıq ki, m-in yerində 4-dür, n-in də yerində -32-dir. Deməli, m-in yerində 4-dür, n-in də yerində -32-dir. Bunu da yazdı uşaqlar. Bizdən nəyə soruşur da? Deyir, b vuraq m üzərinə gəl, c vuraq n-ni tap. Uşaqlar, b-nin qiyməti -1-dir, m-nin qiyməti 4-dür, üzərinə gəl. C-nin yerində -12-dir, n-nin yerində -32-dir. 109 deyəsən biraz böyük ədədə alınacaq, alınsın. -1-i müsbət 4-ə vursaq -4-dür. Mənfi-mənfiyə vuranda uşaqlar müsbəti verəcək. Əvvəla 32-ni 12-yə vuraq. Bu bizə nəyi verir? 64, 32, 384. Deməli, bu bizə 384-ü verəcək. 384-dən də bu 4-ü çıxsaq bizə verəcək 380-i. Yəni uşaqlar, 109-da cavab 380. Sonra 3 dənə sualdır. Görə eləyək ki, fərqli suallar olmasın da uşaqlar. Ya 110-u yazaq, ya da 111-i. Görək hansı fərqlidir. Uşaqlar, 110-u sizin ixtiyarınıza buraxıram. 110-u siz yazarsınız. 110 da paştı bunun oxşarıdır. 111 isə 111 ilə də 112 oxşardır. 110-u sizin ixtiyarınıza buraxıram. Mən 111-i yazacağam uşaqlar. Keçək 111-ə. 110-u sizin ixtiyarınıza buraxdım. Gəlin keçək 111-ə. Uşaqlar, 111-də nə deyir? 111-də deyir ki, A-nın yerində nə verilib? X kvadratı üzərinə gəl 2x, kvadratı çıx 9x, bir də çıx 18. Bunu bildik. Həm də uşaqlar, A dairəsinin içinə baxın. A dairəsinin içinədir. X çıx 3, x üzərinə gəl 3, bir də x üzərinə gəl c-dir. Uşaqlar, bax, soldakı ifadənin sərbə sətli -18. Sağdakı ifadəyə baxaq. -3-ü vur, müsbət 3-ə, -9. -9-u nəyə vursaq, soldakı -18-i verər, müsbət 2-yə. Deməli, c-nin qiyməti müsbət 2-dir. C-ni tapdıq. Bəli, c-ni yenə 2-yə ataq. -3-ü vur, müsbət 3-ə, -9. -9-da müsbət 2-yə vursaq, sərbə sətlər olur -18. Bir də uşaqlar, B-yə baxaq. B nədir? X kvadratı üzərinə gəl, mx üzərinə gəl 10. Bəs B dairəsinin içinə baxsaq, B dairəsi nə olur? X üzərinə gəl C. Uşaqlar, C-ni də tapdıqda bayaq 2-dir. Yəni, X üzərinə gəl 2 vuraq, X üzərinə gəl A-ya. Uşaqlar, 2-ni
sol tərəfdə sərbəst hədd 10-dur. Bəs 2-ni nəyə vursaq, sərbəst hədd 10 verər 5-ə. Deməli A-nın qiyməti 5-dir. Onda A-nın qiyməti 5 isə, bax bu mötərizəni vurub atsaq nə olacaq? X-i x-a vur, x kvadratı. Aha, olacaq burada x-in kvadratı. Müsbət 2 ilə müsbət 5-i toplasaq, müsbət 7x. 2-ni 5-ə vursaq, müsbət 10. Baxırıq ki, m-in də yerində uşaqlar 7-dir. Bizdən nəyi soruşur? Tabi, 111-də. 111-də deyir ki, m üzərinə gəl, a üzərinə gəl, c-ni tap. M-in qiyməti 7-dir. M-nin qiyməti 7-dir. A-nın qiyməti 5-dir. C-nin qiyməti 2-dir. Bunları da toplasaq, cavab bizə verəcək 14-dür. Yəni uşaqlar, 111-də cavab 14-dür. Bu da oldu uşaqlar bizim 111-ci sualımız. 112 də elə bunun oxşarıdır. Uşaqlar, demək olar ki, elə 110 da oxşardır. Bunu da rahat yaza bilərsiniz, narahat olmayın. Deməli uşaqlar, bu da oldu bizim çox həddinin vuruqlara ayrılması. Ümumiyyətlə, bu cür videoların davamı üçün uşaqlar səhifəyəni takip edin. Videonun altında uşaqlar komment bölməsinə çoxlu yorumlar yazın, fikir bildirin ki, uşaqlar bu cür videoların davamı gəlsin. Oldu uşaqlar, sağ olun, hələlik, Allah amanında.